Digər 5-ci səbəb, mən əslində özüm buna çox fikir verirəm. Əgər bir valideyn övladını xaricdə oxumağa yollayırsa və yaxud da ki, həmin şəxs özü bu nəticəyə gəlib xaric gedirsə, gedəcəyi ölkənin müəyyən qədər mədəniyyətinə də bələd olmalıdır və müəyyən qədər fikirləşməlidir ki, mən burada yəni öz şəxsi akademik karyeramla əlavə şəxsi həyatımda hər hansı bir proqres eləyə bilərəmmi, inkişaf eləyə bilərəmmi? Və mən düşünürəm ki, bu Türkiyədə kifayət qədər necə deyərlər, narahat bir mövzudur. Çünki yəni türk xalqı özü bir o qədər də yəni aktiv və belə deyək də proqressiv bir mühitdə yaşamır və iqtisadi vəziyyətin çətinliyi insanların çox belə neqativ olmağına gətirib çıxarır. Mən bu yaxınlarda ora gedəndə yəni hamı şikayət edirdi və bu da istər-istəməz yəni siz orada yaşayırsa sizə təsir eləyir. Belə deyək də müəyyən qədər həyat enerjisini azaldır. Üstəlik də ki, yəni götürsək ki, Avropanın bəzi ölkələrinin müəyyən insanlığa lazım olan mədəni tərəflərini və Türkiyənin bunun arasında əlbəttə ki, çox böyük fərq var. Çox böyük fərq var. Və baxa bilərik ki, məsələn, bir çox kriminal rekordlarda, kriminal belə deyək də statistikalarda, bir çox digər mövzularda Türkiyənin faizləri kifayət qədər yuxarıdır. Yəni bu ölkədə yaşamaq bir o qədər də necə deyərlər, etibarlı deyil bu cəhətdən. Təbii ki, indi burada hansı səbəblər rol oynayır, biz bunların haqqında çox detallı danışa bilmərik, ən azından oralı deyilik, amma yəni bir tələbə bura getdiyi zaman bu şeylərə fikir verməlidir. Yəni siz ora gedirsiniz, təkcə ona görə yox ki, universitet oxuyursunuz. Siz ora gedirsiniz, həm də inkişaf eləməlisiniz, həm də belə deyək də özünüzə bir həyat qura bilməlisiniz, özünüzü yetişdirə bilməlisiniz. Məncə bu Türkiyədə kifayət qədər çətin olur və demək olar mümkünsüz olur.